Xoş gördük. Bu dəfə valyuta az olaraq qonağımız iki dost, bir biznes ortağıdırlar. 10 ildir ki, ortaqdılar və bu müddətdə ondan çox biznesi ərsəyə gətirə biliblər. İlk biznesləri yadıma gəlir. Biz 10 il əvvəl görüşmüşdük. Çoxumuz o bizneslə tanışıq. Yeməsək belə mütləq onun dadına baxmışıq, görmüşük şəhərdə hardasa. Söhbət xırta-xırt çipslərindən gedir. Kartof çipsləridir. Belə yəqin ki, çox adam onu şəhərdə görmüş olar. Və ilk biznesləri uğurlu oldu və bu gün Ferma Art mağaza restoranlar şəbəkələrinin sahibidirlər. Xəzri restoranının açılışını etdilər bu yaxınlarda. Eyni zamanda Ferma Art otelini qurublar. Baku Bike velosiped icarəsi var və bir neçə bizneslər belə var. Yəni dostluq, 10 ilin dostluğu və 10 ilin ortaqlığı, bəlkə də dostluğunuz daha çoxdur, bunu danışarıq. 10 ilin ortaqlığının və əvvəlindən danışacağıq. Qonaqlarımız Mahir Əlizadə və Turxan Əlizadədir. Düzdür, soyadları eynidir. Buna görə yəqin sizi qardaş sananlar da olur. Tez-tez. Onda gəlin elə ilk olaraq dostluğunuzun necə başlamağından, bir-birinizi nə vaxtdan tanıdığınızdan başlayaq. Nə qədər vaxtdır tanıyırsınız bir-birinizi? Neçə ildir dostsunuz? 15 ildən çox olar da yəqin ki. 15-16 ildir 15-16 təqribən. ildir dostluq. Türkiyədə İstanbul şəhərində tanış olmuşduq. Turxan orada mənim ortaq dostlarımızla bir yerdə təhsil alırdılar. Mən də ora gedirdim dincəlməyə, istirahət eləməyə. Orada təsadüf nəticəsində tanış olduq. Ondan sonra Bakıda tez-tez görüşürdük. Gələndə Türkiyədən belə yavaş-yavaş dostluğumuz yarandı. O dostluqda zaman-zaman keçdi, çevrildi şərikliyə. 10 ildə davam edir. 10 ildə davam edirsiniz. İstəyirdim ki, biznesdən öncəki planlarınızdan danışaq. Biznesdən ümumiyyətlə bu biznesinə başlamamışdan öncə nə kimi planlarınız var idi? Təhsiliniz hansı istiqamətdə idi? Nə planlayırdınız? Hər ikiniz ayrı-ayrı cavablasanız yaxşı olar. Yəni mən ilk təhsilimi Türkiyədə, İstanbulda almışdım. Ondan sonra İngiltərədə master təhsil aldım. Yəni bir bizneslə məşğul olmaq içimdə var idi hər zaman. Amma yəni ki, təbii ki, fundament ona görə qurmurdum da. Yəni hansısa bir dövlət işinə və ya hansısa bir şirkətdə işləmək üçün planlayırdıq. Amma həyat elə gətirdi ki, birinci işdən bizneslə başladıq yəni. İşləməmişdiniz heç yerdə ona qədər? Yox, bizneslə paralel başqa işlər görmüşəm, başqa yerdə işləmişəm, amma xeyr, yəni ondan öncə hansısa bir qurumda bir təcrübəm olmamışdı. Bəs sizin Mahir bəy planlarınız nə idi? Mən də tamam fərqli bir sahə üzrə təhsil almışam. Mən Bakı Musiqi Akademiyasının skripka fakültəsi üzrə bitirmişəm. 17 yaşımdan işləməyə başlamışam və öz qarşıma qoyduğum məqsədlərin belə deyək də 90%-nə çatmışdım, amma həmişə özümdə beynimdə öz şəxsi biznesimi qurmaq kimi bir fikrim, ideyam olub və Turxan bəylə bir yerdə bu biznesi qurandan sonra musiqidən uzaqlaşmışam. İndi hal-hazırda 10 ildə musiqi məndə hobbi kimi qalır yenə də. Dediniz 17 yaşımdan işləyirəm. Hansı işlərdə çalışırdınız? Musiqiçi olaraq fəaliyyətə başlamışam. 17 yaşımdan belə deyək də restoranlarda çalışmışam. Ondan sonra toy şənliklərində, studiyalarda, çəkiliş meydançalarında, telekanallarda, yəni musiqiyə aid harda nə var idisə, sonra mahnılar düzəldib, pis bəstələmək pis çıxır, çünki bəstəkar deyiləm əslində, amma hansısa bir xırda reklamlara, hansısa bir məhsul reklamına musiqilər düzəltmişəm. Sonra öz qrupumuz var idi bizim, Baku Strings qrupu var idi, skripkalardan ibarət, 4 nəfər idi orada. Fərid İman da qrupumuzun rəhbəri idi. Biz həm toy, həm belə deyək, restoran sahəsi, həm studiya yazılmayan səs yazmalar, bunlarla hardasa bir 7 il işləmişəm. Ondan sonra keçmişəm biznes tərəfə. Turxan bəyin biznes quraq təklifi sizin musiqi tərəfdən olan bütün planların üstündən xətt çəkdi, yoxsa artıq özünüz uzaqlaşmışdınız? Yox, mən artıq uzaqlaşmışdım və özüm bir biznes qurmaq fikrində idim. Amma bu təsadüf də elə gətirdi ki, şərik olduq bir yerdə. Bizim üçüncü deyəndə, yəni 3 nəfər şərik idik onda. O da bizim bugünkündə də yaxın dostumuzdur. Amma o sonra öz istəyi ilə ayrıldı şəriklikdən, biz ikimiz qaldıq bu şəriklikdə.
10 ildə Həm də şərikliyiz. biz yan biznes kimi baxırdıq da, xırta-xırt biznesinə. Yəni o zamanlar heç bir zaman düşünməzdik ki, yəni bu hansısa bir əsaslı bir qazanc verə biləcək biznes modeli ola bilərdi. Yəni Mahir bəy də başlayanda mən də yəni əsas işi muzikant olaraq, yan olaraq da bu xırta-xırta baxırdı yəni. Siz də paraleldə başqa yerdə işləyirdiniz və bu da Yox, mən sadəcə başlanğıcda dedim ki, bunu başlayaq görək nə effekt verir də. Yəni çünki ilk olaraq az sərmayə ilə nəsə bir iş qurmaq üçün çox da bir seçenek yoxdur əslində qalsa. Yəni onda da yatırım çox ehtiyacı yox idi. Burdan başlaya bilərdi. Amma heç bir zaman bu biznes bizi belə deyim də, yəni fundamental bir qazanca çatdıra bilər düşünməzdik, amma elə oldu ki, həyat elə göstərdi ki, hər zaman da yəni ən belə qeyrətli bizneslərdən biri bu çıxdı da, hər zaman da dayanıqlı oldu yəni. Çünki diqqət çəkdi o biznes. Şəhərdə necədir? Yəni hamının əlində görürdü və hamıya maraqlı gəlirdi və növbətidə gedib almaq istəyirdi. Bəlkə də fərqli bizneslə başlamağınız yaxşı oldu. Bəli. Orada biznesə girişəndə yəni belə bir şey var da, yəni ya pul çox olmalıdır. Misal üçün də Araz marketdə şəbəkəsi var idi, Bravo sektora girdi, hiperini qurdu. Və yaxud da ki, olmayan bir sektora girəcəksiniz daha az sərmayə ilə. Biz də məcbur olaraq, yəni qurduğumuz bizneslərin bir çoxunda o modeli istifadə edirik də. Yəni işə başlayanda elə bir sektora girməyə çalışırıq ki, orada konkurentimiz olmasın. Çünki konkurent varsa, onun bir üstün eləmək lazımdır. Onun bir üstün eləmək də, yəni bu adam həm bilikdə bizdən qabaqdadır, finansal olaraq bizdən qabaqdadır. Təcrübəsi də böyükdür. Niyə ortaqlı biznes istədiniz Turxan bəy? Siz Mahir bəyə təklif etmisiniz ki, biznes quraq. Özünüz də başlaya bilərdiniz. Özünüz dediyiniz kimi, yəni başlamaq üçün əslində ciddi bir maliyyə ehtiyac yox idi ki, deyək ki, bunu ortaq olaraq bəlkə bir şəkildə ortaq istəməyən adam özü də bunu eləyə bilərdi. Niyə düşündünüz ki, mən Mahir bəylə ortaqlı başlamalıyam? Mən bu biznesə başlayanda bilmirəm o vaxt danışmışdıq yoxsa mən də əsgərlikdəydim. Birincisi olaraq fiziki olaraq mən bunu tək eləmək imkanım yox idi. Gəlin buradan başlayaq. İstəsəm belə bunu eləyə bilməzdim. Çünki mən əsgər idim o zamanlar. Mən bu biznesi əsgərlikdə ola yazıb pozurdum, dəftərdə cızırdım, eləyirdim. Ondan sonra isə həyat onu göstərdi ki, mənə görə ən azından, yəni dayanıqlı bizneslər, okey, şərikli iş görmək çətindir, amma biznesin böyümək üçün partnyor vacibdir, başa düşdünüz? Yəni belə deyim də, yəni böyük bir şirkətlər belə sərmayələrini satırlar, partnyorlar əldə edirlər, yəni birləşirlər edirlər. Yəni bu məncə çox vacib bir nüansdır. Dediniz ki, ilk biznesimiz yaxşı təcrübə oldu. Nə qədər müddət sırf bir biznes üzərindən getdiniz? Bir biznes üzərindən biz getdik 1 il yarım təxminən. 1 il yarımdan sonra biz bilet aldıq, getdik Çin ölkəsinə. Oradan müəyyən avadanlıqlar var idi, istehsalat avadanlıqları, kartof free, dondurulmuş kartof free avadanlıqları aldıq, gətirdik Azərbaycana və öz həm də xırta-xırtın belə deyək də başqa bir avadanlıqları var idi ki, halbuki onlar olmadığı müddətcə biz burada əziyyət çəkirdik onların sürətli satışında. Onları aldıq, gətirdik və Azərbaycanda dondurulmuş kartof free istehsalatına başladıq. O da 1-2 il hardasa təxminən 1 il yarım getdi. Ondan sonra yəni bizim əslində qalsa, geri dönüb baxsaq, bizim belə deyim də əslində 1 il belə bir sektorda durduğumuz olmayıbdı. Yəni zar-zor necəsə 1 il çatdırmışıq. İndi deyir yazmışıq ki, hə kartofiliyə girdik, ondan sonra biz çox sektorlara girmişdik, durmamışıq. Yəni deyim ki, hə bir yerdə dayanmışıq, bir stabilləşdirmişik, yox. Elə durmadan başqa bir sektorlara yatırımlar eləmişik. O zaman o birinci biznesin uğurlu olmağı sizə motivasiya verdi ki, artıq dayanmayın. Həm də data verdi bizə, yəni xeyli məlumat əldə elədik də, yəni nə gedə bilər. Yəni çünki o çox əhəmiylidir. Yəni məsəl üçün bizim ilk biznesimiz, yəni xırta-xırd özünü tanıtdı Soyuq Əllər festivalında, Nərgis onu təşkil etdi Soyuq Əllər festivalında. Yəni hansı ki Fəvvarlar meydanında yer alır. Yəni oradan biz çox bir bilgi aldıq. Məsələn, ondan sonraki orada kartof free-də satdıq. Nə bilim, ondan sonra donusda denəmişik, satmışıq. Yəni çox biliklər olandan sonra bu da gedər, bu da gedər, elə genişləndirməyə başladıq. Ondan çox biznesiniz uğurlu alınıb. Bəs neçəsi uğursuz alınıb indiyə qədər? Çoxdur. Uğursuz saymayaq, çünki onlardan da xeyir qazanmışıq. Nə barədə xeyir? Yəni təcrübə qazanmışıq. Ən azından bilmişik ki, bunu eləməmək lazımdır. Və o birisi açdığımız bizneslərdə bizə nəyə görə o uğursuzluqlar olub əsasən? Çünki biz həmişə fərqli sektorlara yanaşmışıq, fərqli sektorlara can atmışıq ki, orada özümüzü sınayaq və orada da qazancımız təcrübəmiz olub belə düşünürəm. Yəni o bilik çox əhəmiylidir. Fərqli sektora cəhd etmək kimdən gəlir daha çox təklif? Yəni o biznesdə o ideya kimdən gəlir ki, gəl bunu eləyək? Yəni onlar məndən formalaşır, düzdür. Necə olur? Misal üçün də biz xırta-xırda birinci xırta-xırda başladıq, Soyuq Əlləri işlədik. Ondan sonra deyəsən
Onda Novruz, İçəri şəhərdə Novruzu denedik. Ondan sonra yayda bulvarda filiallar açdıq. Ondan sonra gördük ki, hə, bunun maksimum burada dirənib artıq. Yəni bundan davamı gəlmir bunun. Yəni ki, bizim ölkədə belə deyim də, yəni bir dənə Fəvvarələr meydanı var, bir dənə bulvarı var. Yəni mərkəzi birdir. Yəni çox yerləşdirmək üçün variantlar olmadığı üçün, yəni bir nöqtədə dayanır artıq biznes modeli. Onda biz artıq alternativ biznes modeli fikirləşmə məcburiyyətinə qalırıq ki, mən təkliflər edirəm. Mahir də sağ olsun, yəni bütün bizneslərdə yəni elə bir yerdə yəni giririk də, nəsə eləməyə çalışırıq. Ki giririk, batırırıq, qazanırıq. Yəni Mahir bəy düz dedi də, yəni bizim orada yəni həmişə bilik əldə eləmişik. Yəni bu sir deyil. Yəni bizim əlimizdə çox böyük bu dəqiqə datalar var, hansı ki bizim növbəti addımlarımızda bizə çox belə bir dəstək olur. Yəni itirdiyimiz bir dənə finansaldır, amma bilik baxımından çox qabağa düşürük. Və hansısa bir yeni bir işə addım atanda və yaxud da ki, qərarlaşanda ki, bu işə girək və yaxud da girməyək, biz köhnə o təcrübələrimizi yadımıza salırıq, oradan nəticə götürüb fikirləşirik ki, bura girməyə dəyər yoxsa dəyməz. Məsələn, elə bir nümunə verə bilərsiniz ki, məsələn, bu təcrübədə biz bunu öyrəndik və növbəti bizneslərdə artıq bu cəhətdən daha ehtiyatlıyıq. Məsələn, datalarla əsaslı. Misal üçün çox uzağa getməyək də, ən birinci biznesimiz bizim kartof, yəni xırta-xırtdan sonra ikinci yatırdığımız biznes kartof fri oldu. Biz kartof frinin istehsalatına başladıq. Ondan sonra bunu istehsal bir tər düzəltdik, qurtardıq. Sonra satışına başladıq. Gördük ki, o deyil. Orada biz başa düşdük ki, yəni biz biznesi başlamaq üçün biz ilk öncə kiminsə başqa bir şirkətin malını alıb gətirib bazarda sata bilərdik. Bazarın tələbatını görərdik. Ondan sonra istehsalata başlaya bilərdik. Amma biz birbaşa istehsalata başlayıb satmağa çalışmışdıq. Yəni və orada istehsalata yatırdığımız yatırım batmışdı. Çünki bazarın tələbatı elə də böyük deyilmiş. Yəni ortaya o çıxdı bizdə. Yəni avadanlıq baha başa gəlir almaq. Bəli, yəni mən nə demək istəyirəm? Bu kartof frini satmaqdırsa məqsəd, Bəli. biz bunu başqa bir şirkətdən alıb üstünə bəlli bir məbləğ qoyub yenə satıb bazarı yoxlaya bilərdik də. Buna tələbat var, yoxsa yoxdur məsəl üçün. İlk biznesinizdə maliyyəni yarı-yarıya qoymuşdunuz. Deyəsən, yadımdadır ki, demişdiniz ki, 50-50 olub. Və sonrakı bizneslərdə necə oldu? Yəni birinci biznesdə qazandığınız pulu yatırdınız ona, yoxsa necə oldu? Yəni fərqli modellər olur. Var məsəl üçün şəxsi büdcəmizdən yatırımlar edirik. Var ki, investorlar cəlb edirik, partnyorlar olur. Var ki, nə bilim, yəni fakt ki, şirkətin büdcəsindən nəsə yatırımlar ayırmağa çalışır. Yəni o situasiyaya uyğun, məbləğə uyğun addımlar atır. Yəni hər cür olur. Yəni deyim ki, yox, sırf özümüz edirik, yəni dəyişir. Əslində son bir neçə ildə biznesiniz daha belə deyək dinamik olub. Bu Ferma Artdan sonra oldu deyəsən. Bu restoran uğurlu oldu. Növbəti artıq şəbəkə şəklini aldı. Sonra Xəzri restoran oldu. Ferma Artın oteli. Bunlar son bir neçə il ərzində olub mən bilən. Bu son bir neçə il ərzində nə dəyişdi? Ümumiyyətlə əvvəldə yaxşı təcrübə mi köməyə gəldi, yoxsa düşündünüz ki, artıq bazarda ehtiyac var, restoranların sayı artır, tələf. Ümumiyyətlə bu biznesdəki son 4-5 ildəki o dinamikanı nəyə borclusunuz? Pandemiya. Yəni pandemiya belə deyim də, bazardakı bütün dəngələri pozdu. Yəni bir çox məkanlar boşaldı pandemiya dövründə və biz pandemiyadan sonra ilk restoranımızı açdıq Bulvar ərazisində ki, orada başqa bir bizə əvvəl məkan var idi, hansı ki bağlanmışdı. O oradan çıxdı, biz girdik. Həmin dövrdə də hələ pandemiyanın lisans dövrü idi. Məsəl üçün də restoranda masa arasında məsafə söhbətləri var idi. Maska geyinmə dövrləri var idi. Yəni oradan irəliləyə və sektorda boşaldı, yəni bayağı boşaldı. Misal üçün biz indi Fəvvarələr meydanındayıq deyə biz görürük də məsələn ana caddədə neçə dənə məkanlar boşalır, amma o belə deyim, o caddə elə bir yerdir ki, orada çox nadirən hansısa bir məkanlar boşala bilər də. Həmin dövrdə yəni bayağı boşalmalar oldu və sektorda çox boşalmalar yarandı. Biz də oradan istifadə edərək yəni saldırdıq da bazara, belə deyim. Deməli bazarı görmək lazımdır. Bazarı görməkdən də əlavə o yaşadığımız o həmin situasiyaya uyğun addım atmaq lazımdır. Pandemiyadan qabaq biz başqa bir tərzdə bir yer açmaq istəyirdik. Suvenir dükanı yadına çıxmışdı. Belə deyək də xalça suvenir, yəni turistlərin gəlib Azərbaycanda ala biləcəyi ən belə maraqlı bir yer açmaq istəyirdik. Təəssüf ki, biz açmaq istədiyimizdən bir həftə qabaq pandemiya gəldi, düşdü orada. Bağlandı və biz o yeri aça bilmədik. O yerdə də çox əziyyətlər çəkmişdik. Çox belə deyək də həm maddi, həm də belə fiziki, sonra zehni işlər görmüşdük.
alınmadı o iş. Alınmadı pandemiya ilə bağlı, yəni ki, bağlı qaldı ora bir müddət. Ondan sonra biz başladıq dezinfeksiya avadanlıqları istehsal eləməyə Azərbaycanda. Pandemiya dövründə də artıq bu dövrə uyğun nə etmək olar deyə Biz düşündünüz. qazancın dalınca düşüb onu eləmədik. Biz onun dalınca biz nəyə görə onu elədik ki, həm bizim komandamız var da, yəni o komanda əldən yəni pis mənada yoxdur, yaxşı mənada əldən çıxmasın. Həm də ki, bu insanlara biz bir söz vermişik, onların belə deyək də öhdəlikləri öz üstümüzdədir. Ona görə biz onları dolandırmaq üçün, ən azından pandemiya dövründə onlara yardım eləmək üçün, nəsə bir şey eləmək üçün başladıq tunellər istehsal eləməyə. Tunellər istehsal eləməyə başladı. Dezinfeksiya aid nə avadanlıq varsa başladıq istehsalatına. Elə indiyə nə qədər də belə demək olar ki, davam eləyir o istehsalat. Pandemiya dövründə sırf o işlə məşğul oldunuz. Yəni o deyil. Pandemiya dövründə bir dezinfeksiya turniketlərdir. Bəlkə görmüşdünüz, şəhərin bir çox yerlərində belə ayaqla basdırıcı ələ dezinfeksiya tökülürdü. Məsələn, onlar biz istehsal edirdik. Sonra qəpi ilə maska aparatları, qəpi atırdıq. Butavening şirkəti qurduq. Hansı ki vending, yəni ki, bu aparatlar istehsal etməyə başladıq. Pul daxil edirdi, spiral dönürdü, içindən məhsul düşürdü. Həmin dövrdə də ən böyük tələbat maskaya idi. Biz də ona görə o avadanlıqları istehsal edirdik və bir çox yerlərə yerləşdirmişdik ki, insanlar məkana daxil olduqda qəpiyini açsın, maskasını alsın, daxil ola bilsin deyə. Bu ideya sizin ideyanız idi? İdeyaların 99%-i Turxan bəyə aiddir. Və o maska aparatından sonra da biz o aparatı biraz daha geniş formada bayaq qeyd elədiyi kimi Turxan bəyin su üçün və digər məhsullar üçün düzəltməyə başladıq Butavening şirkəti. Mahir bəy, Turxan bəy yəqin ki, o dediyi ideyaların hamısını reallaşdırmırsınız. Bəs hansı ideyalarına hə deyirsiniz, hansılara yox deyirsiniz? Ümumiyyətlə yəqin ki, daha çox sizdən fikir alır və siz analiz edirsiniz. Son zamanlar yaxşısını da pisini də yox demək istəyirəm, amma təbii ki, alınmır yox demək. Çünki özümün də çox xoşum gəlir və mənim düşüncəmlə belə deyək də bir işə məhəbbətlə yanaşanda, bir işə ürəklə yanaşanda, sevgi ilə yanaşanda o iş həm gözəl olur, həm də uğurlu alınır. Onun da sirri odur ki, yəni seçməyə qalanda bəli, sözsüz bir yerdə də seçirik, baxırıq da bugünkü gündə hansısa bir işlərə gedir, baxırıq. Oradan imtina elədiyimiz də olur, qəbul elədiyimiz də olur, amma ki ikimizin də ürəyinə əgər yatırsa, onda ürəklə iş görürük və o da nəticəsi yaxşı alınır. Biznes adamlarından çox ünsiyyətdə oluruq, müsahibələr edirik və orada ortaqlarla bağlı fikri belə deyək də müsbət olmayan şəxslər çox olur. Ortağından yəni ziyan görənlər, onu yarı yolda qoyanlar və s. çox olur və bunu yəqin siz də görmüsünüz. Sizin mən əslində görəndə ki, sizin ortaqlığınız 10 ildir davam eləyir və bu bizneslər böyüyüb. Mən o vaxt o müsahibədə aldığım enerjidən düşündüm ki, əslində bu çox uğurlu gedib. Bəs sizcə fərq nədir ki, məsələn, özəlliyi nədir ki, sizin ortaqlığınızın ki, davam eləyir? Mənim fikrimcə, yəni bizcə bu əgər bir nəfər ortaqla əməkdaşlıq edə bilmirsə, burada məncə ortaq sorun, yəni iş bölgüsündən formalaşır. Yəni bizdə Mahirlə hər şey bəllidir, yəni əvvəlcədən bölünübdür və hər kəs də öz işinə, yəni belində sorumluluq daşıyır götürdüyü vəzifəsinə görə. Məsəl üçün Mahir bəyin bizdə ən böyük sorumluluğu bütün bizim bizneslərimizin texniki hər bir nöqtəsindən Mahir bəy sorumludur. Məndə də misal üçün finansal tərəflərdir və ya başqa bir hissələrdir. Yəni o öz işini əgər layiqincə yerinə yetirərsə, mən öz işimi layiqincə yerinə yetirərəmsə, orada avtomatik olaraq yəni bir sorun çıxma ehtimalı ortaya çıxır. Hə, təbii ki, sözlərimiz çəp gəlmirmi? Gəlir. Təbii ki, bu doğaldır, amma yəni o qədər də fundamental problem yaradacaq mövzular olmur, belə deyim də. Yəni xırda bir nəsə nüanslar ola bilər. Mənim fikrimcə qatılıram sözsüz ki, hamısına dediklərinə Turxan bəyin. Şərikliyin ilk birinci təməli düzgünlük olmalıdır. Yəni hər şey şəffaf olmalıdır, düzgün olmalıdır, səmimiyyət olmalıdır arada. Və ikinci də ən əsası bir-birini yaxşı mənada yola verməyi bacarmalıdır. Bir-birinə qarşılıqlı hörmət olmalıdır. Çünki o olanda sözsüz ki olur, birimiz əsəb olanda o birimiz sakit olur, o birimiz sakit olanda axır vaxtlar biraz o əsəbi, axır vaxtlar o əsəbli şey mənə keçib son bir neçə müddətdə. Əsas odur ki, düzgünlük olsun. O düzgünlük olandan sonra qalan hər bir şey, o hörmətdir, o qarşılıqda onsuz da belə deyək də, bu ortaqlığımız bizim ayrı bir şeydir. Bizim dostluğumuz ayrı bir şeydir. Yəni ortaqlığımıza, dostluğumuz heç bir aidiyyəti yoxdur.
Yəni səhərsi gün ortaqlığımız dayana da bilər, amma bizim əsas olan o dostluğumuz yerində qalmalıdır. Bəzən bu dürüstlüklə ölçürlər. Məsələn, adi bəzən kimisə qiymətləndirəndə də deyirlər ki, məsələn, onun əlində mən səhvən məsələn 10.000 pul vermişdim bu biznesdən gələni, o çox dürüst xərclədi. Və mən ondan, yəni bu dürüstlüyünüz necədir? Bunu heç qiymətləndirdiyiniz olub ki, məsələn, Turxan bu dürüstlüyü maliyyə cəhətində məsələn pulu gətirdi, dəqiq verdi də, yəni qəpiyinə dəymədən. Və yaxud Turxan bəy, sizdə olurmu ki, Mahirin bu dürüstlüyünü nə vaxtsa qiymətləndirdiyiniz dönəm olubmu? Yəni belə deyim də, bizdə dürüstlüklə bağlı, yəni zərrə qədər sorun olsa zaten davam edə bilməzdik. Yəni o başlanğıcda yəni düzgün işləmişik ya. Yəni heç bir zaman yəni şübhələnməmişik nə o məndə, nə mən onda və bugünkü gün artıq maliyyə nöqtəsi mənim əlimdə sadəcə kağız üzərindədir, başa düşdünüz? Avtomatik artıq yəni şirkətlər böyüyübdür. Kassir var, mühasibə var, falan var, filan var. Yəni pul zaten bizim fiziki olaraq əlimizə dəymədiyinə görə artıq sorun indi heç yoxdur. O ilkin etaplardaydı, məsəl üçün pulu nağd şəklində alardıq, dəftər kitaba yazardıq, nəsə olardı, hə. Yəni onda yəni heç bir sorun olmayıbdı. İndi isə heç olma ehtimalı yoxdur. Dediyim kimi, yəni hamısı sistemdədir. Yəni bizim heç nə Mahirin, nə mənim belə fiziki olaraq çox da kontaktımız olmur vəsaitlərlə. 10 il ərzində onsuz da hansısa bir xırda içimizdə, birimizdə, ikimizdən birində bir şübhə olsaydı bir-birimizə qarşı, yəqin ki, o nöqtə heç 10 il nöqtəsinə yox, 1 il nöqtəsinə gəlib çata bilməzdik, 5 il nöqtəsinə gəlib çata bilməzdik. Əsas o yenə də bizim həmişə bir prinsipimiz var. Düzgünlük prinsipi, bir də ki, heç bir əziyyət yerdə qalmır. Bizim əgər nə vaxtsa, yəni aramızda sorun olarsa, inanın ki, maliyyə tərəfindən olmayacaqdı. Yəni o heç vaxt olmayıb bizdə. Yəni aramızda olan nəsə hansısa bir intriqalar, nəsə iş əsnasında olub. Misal üçün də mən demişəm, bunu belə vuram, deyib yox belə vurağım da, misal üçün də hansısa bir taxtanı misal üçün. Orada nəsə sorun. Amma maliyyə tərəfdən o deyilən şey var. Bizdə onunla bağlı heç vaxt sıxıntı olmayıb. Yəni bir dəfə də olsun elə bir sıxıntı yaşamamışıq. Əslində biznesdə o dediniz ki, işləri bölüşdürmüşük. Burada bir-birini tamamlamaq məsələsi var. Tutaq ki, Mahir bəyin hansısa bir üstünlükləri var, sizin hansısa üstünlük, yəni bunu birləşdirmisiniz. O üstün tərəflərinizi məsələn, bəlkə siz deyə bilərsiniz ki, Mahir bəyin hansı üstünlükləri var, Mahir bəy sizin hansı üstünlüklərinizi deyə bilər bu bizneslərin uğurlu olmasında. Mahir bəy belə deyim də, texniki bilikləri çox böyükdür. Yəni o cəhətdən həm biliyi çoxdur, həm də ki bazardakı qiymətləri də çox yaxşı bilir və o bizə yəni belə deyim, bizim şirkətlərdə çox böyük bir qatqısı vardı. Yəni həmçində misal üçün nə qədər şey desə də ki, məsəl üçün sinirlənsə falan desə də, məsələn deyirəm ki, Mahir bunu qurtarmaq lazımdır. Məsəl üçün atıranda 10 günə bir restoran açılmalıdır da. Necəsə eləyir bacarır, amma açır da, başa düşdünüz. Yəni filan şey çatdırmaq lazımdır. Gecə ilə gündüzlə yəni bacarır, açır, yəni Zəhmətkeşliyi var yəqin ki, həm də. Təbii ki. Məsəl üçün bizdə o söhbət yoxdur. Məsələn, səhər yuxum gələcək, durub gələ bilməyəcəm, nə bilim ki, evə tez getməliyəm falan filan. Elə bir sorunlarımız olmurdu. Yəni özü desində, məsələn, səhər tezdən, gecə də yatmadıq olur. Məsəl üçün nəsə iş olur, gecə ilə həll etmək lazımdır, gecə ilə gedir, həll edir. Yəni operativliyi var, belə deyim də, yəni çox operativdir, yəni. Amma Turxan bəy qalanda, yəni onun ideyaları, yəni siz bayaq elə mənim deməyimə ehtiyac yoxdur. Elə o kağız üzərində saydığınız bütün ideyalar hamısı o düşünür, o axtarır, o araşdırır. Mən onu icra edirəm elə bir ki. Hərəmizin öz işi var. Yəni mən o sahə üzrə təhsil almamışam. Mən təhsilim başqa sahə üzrədir, amma təhsil də alanlar da yəni o biliyə, o savada, o istedada malik deyirlər də. Çünki insanın beyni çox belə deyək, qabaqda işləyir. Həm də bizim dostlarımızın hamısı fikirləşdilər ki, Turxan bəy gecələr yatmır. İdeya fikirləşir. İdeya fikirləşir, gündüzlərdə işləyir. Musiqi seçimi sizə bağlıdır, yoxsa Turxan bəyə? Çünki keçən dəfə bir rəfiqəm Fermarta məni dəvət elədi, dedi musiqiləri çox yaxşıdır, gəl gedək ora. Bu kimə bağlıdır? O bizim ortaq dostlarımıza bağlıdır. Çünki biz istirahət eləyəndə, istirahət elədiyimiz zamanlar, təbii ki biz istirahət eləyirik, arada bir dostlarımızla yığışırıq, ya ofisdə, ya hardasa bir bağda, ya bir qıraq bir yerdə. Biz ora yığışanda həmişə bizim musiqiçi dostlarımız gəlir ora. Hansılar ki, bizim həmin restoranlarda çalışırlar, bizim gözəl komandamızın üzvləridir. Və onları da illərlə biz özümüz həmi birinci səslərini bəyənmişik, sonra da öz insanlıqlarını bəyənmişik. Bugünkü gündə də onlar bizlə çalışırlar və onun da nəticəsidir ki, bayaq qeyd elədiyimiz kimi, onlar da yəni sırf orada maddiyyat üçün çalışmırlar. Onlar da bir öz məkanlarındakı kimi sevə-sevə ifa edirlər. O sevə-sevə olunan da hər bir şey gözəl alınır. Bəs idarəetməni necə bölmüsünüz?
Çünki biznes böyüdükcə idarə etmə çətinləşir. Və burada artıq biraz daha məsuliyyət tələb eləyir. Zamanla kiçik ilk vaxtlarda daha rahat olur. Bəzən dostcasına da yanaşıb nələrsə idarə edə bilirsən. Bəs idarə etməni necə bölmüsünüz? Onu Turxan bəy bölüb, ona görə o danışdı daha doğru olur. Belə deyim də, ən başlanğıcda biz bəlkə illər öncə bu mövzuya toxunmuşduq. Biz Mahir bəylə oturanda dedik ki, yəni mən daha təklif elədim ki, Mahir, ya sən idarə elə, mən sənin peşindən gələm, ya da mən idarə edeyim, sən mənim peşimdən gəl. O dedi ki, yox, sən idarə elə. Orada biz artıq idarə etməni böldük. Yəni başlanğıcda mən idarə edirəm, planirovka edirəm, Mahir bəy də icra edir. Ondan sonra isə artıq şirkətlər böyüdükcə bizim takımlar da, komandalar da təbii ki, çox böyüdü və bizdə indi bu dəqiqə 4 dənə belə deyim də ən böyük, yəni sütunumuz 4 dənə layihə rəhbərimiz var. Hansı ki, bütün bu şirkətlər o 4 nəfərin arasında bölünübdür. Hərəsinin də öz artıq yəni belə Turxanla Mahiri var. Onlar da özlərinə görə öz şirkətlərini idarə edirlər. Yəni bu şəkildədir sistemimiz. Dediniz ki, alınmayan biznesləriniz də olub. Alınmayan biznes olanda heç üz-üzə gəldiyiniz, məsələn, belə etsəydik, sən mənə qulaq asmadın, mən bunu etmədim. Yəni üz-üzə gəldiyiniz olurmu ki, məsələn, əslində bu uğursuzluğunda sənin rolun var? Yox, üz-üzə gəldiyimiz olmayıb bu günə qədər. Yəni biz bir-birimizin üstünə nəyisə atmamışıq. Çünki bu işə qərar verəndə də başından qərar vermişik, əvvəlindən qərar vermişik. O axırında gəlib dalaşmamaq üçün əvvəlində qərar verəndə əgər razı deyildinsə, əvvəlindən yox deməlisən. Yəni, elə məsəl üçün indi də günü bu günləri belə məsəl üçün bu yaxınlarda bir məkan var idi, getdik ora baxdıq elədi. Yəni məsəl üçün elə mövzular olanda hamımız bir yerə toplanırıq ki, yəni bu elə bir məsələdir ki, bunu məsuliyyətli addımdır da. Yəni elə bir şeylər olunur təbii ki, yəni məsuliyyəti bir nəfərin üstünə qalmasın. Hə, bəli. Çünki o qədər olur ki, yəni mən deyirəm ki, mən bu məsuliyyətini daşımaq istəmirəm. Yəni bir yerdə qərar verək buna. Hə, girirsə girək, girmirsə girməyək misal üçün. Ki sonradan sorunlar yaşamayaq deyə. Bilmirəm, əgər uyğun olarsa deyərsiniz. Yəni itirdiyiniz ən böyük məbləğ nə olub biznesdə? Yəni maddi dərəcəsindən Məsələn, yox da, amma əziyyəti bizi yandırıb. Misal üçün deyək də, mən şəxsən öz adımdan danışıram. Hansısa bir o itirilən məbləğ deyə, ora qoyulan vəsait deyə məni yandırmayıb. Məni ora belə deyək də, ora dizaynına gecələr, gündüzlər Turxan bəy çalışıb. Sonra mən oranın təmiri ilə məşğul olmuşam. Komandamız oranın mətbəxi ilə, zalı ilə, hansısa bir restorandan misal üçün söz gedirsə, belə bir restoranımız olmuşdu. İstanbul köşəyi. Ora yox, elə ciddi olun. Ən ciddi şey məncə bizim itirdiyimiz şey olubdu. Kartof frida olmuşdu. Yəni, orada məsəl üçün bəlkə bir 100-200 min ziyanla çıxmışdıq. Bir o qədər də yəni ki, yandırmışdıq. Nəsə belə 300-400 maksimum şey eləmişdik. O maksimum olub bizdə. Yəni. Onun dışında şükür Allah, yəni elə bir rəqəmlər heç vaxt biz itirməmişik. Yəni həmişə şükür Allah daha da qaba artırmışıq yəni. Bir də restoran necə biznes? Son vaxtlar Azərbaycanda restoran açılan restoranların sayı çoxdur. Bəs necə biznes ümumiyyətlə? Baş ağrılı biznesdir yəni. Müştərini razı salmaq o qədər asan deyil, hə? Yəni də bizim haqqımızda restoran haqqında pis rəylər təbii ki, gəlir də. Yəni belə deyim də 100 nəfər yola salırıqsa, onun içində 95-in yaxşı yola salırıq. 95-dən red qalda biri girib yazarkən müsbət bir şeydir. Amma o 5 nəfəri neqativ yola salaq, o 5 nəfər əlindən gələni yerdə avtomatik ki, doğal olaraq da haqlarıdır da. Misal üçün də deyir ki, mən pul verirəmsə, mənə yaxşı xidmət olunmalıdır. Ki bunu 100 üzərindən 100 eləmək demək olar ki, mümkünsüzdür də. Amma biz də bunun üzərində çalışırıq, həmişə toplantılar edirik ki, hə, filan kəs niyə belə edir? Məsələn, biri deyir ki, muzika vəbşi ləğv edin. O gün məsələn toplantı edir ki, muzikanı bəlkə yığışdıraq. O birisi deyir ki, yox, niyə xoşumuza da gəlir. Başa, yəni biz çalışırıq necəsə insanların tələblərinə uyğun, kaprizlərinə uyğun addımlar ataq ki, bizə maraqlıdır ki, onlara xoş olsun ki, onlar bizə pul xərcləsinlər də doğal olaraq. Amma yəni bu restoran sektoru, məsələn otel desəz, deyirəm mükəmməl sektordur. Yəni başımız ağrımır, bir şey eləmir. Adamdır, gəldi, yatdı, səhər durdu, çıxdı, getdi. Yəni amma restoran elə deyil. Yəni restoranda bizim segmentdə özü də əsas da fermartlarda uşaqlı segmentdir deyə biraz çox kaprizli sektordur, yəni yorucu sektordur. Restoran sahəsində belə bir problemlər var ki, yəni bunun arxa raundunda problemlər var. Yəni problem dediyimiz xırda detalların çoxluğu, istəyir texniki tərəfdən, istəyir mətbəx tərəfindən, zal tərəfindən və ondan sonra ön plana çıxanda gələn qonaqları layiqincə qarşılamaq, yəni hansısa bir işçinin məsuliyyətsizliyi, hansısa bir işçinin nəyisə bir xırda bir şey unutmağı o qonağın narahatlığına səbəb olur və o qonaq da gedir səhərsi gün belə deyək də haqlı olaraq
sosial şəbəkələr üzərindən başlayır tənqidlərin kommentariyalarda bildirməyə və heç ora getməyən bəzi insanlar da görürsünüz ki, olurlar. Onların da ora gəlməyi biraz sual altına düşür. Amma biz də çalışırıq ki, o xırda nüanslar da olsa, o xırda hər bir yazılan pis rəyi də nəzərə alıb, onları maksimum dərəcədə azaldıb, təbii ki, hamını razı salmaq, hamının ağız dadı da eyni deyil, hamının belə deyək də əhval-ruhiyyəsi də eyni deyil ki, gəlsin ora, hamı razı getsin. Birinin də əsəbi ola bilər, biri yeməyi xoşuna gəlməyə bilər, biri qulluqdan, misal üçün, məmnun qalmaya bilər. Amma biz çalışırıq ki, 100 üzərinə 100 olmasa da 90-95% gələn qonaqları razı olasalaq, mutlu olasalaq və onlar da heç olmasa içlərindən bir-ikisi bizə sağ ol desinlər axırda. Narazı qalanlar da səhərsi gün razı yola salaq. Həm də biz o restoran sektoru çox parçalardan ibarətdir. Misal üçün, onu qarşılayan hostes, ondan əlavə xidmət göstərən ofisiant, ona qabları gətirən komisi, orada bişirənlər, nə bilim o qabı yuyanlar, kassiri, yəni hamı saat kimi düzgün işləməlidir ki, o biz %100 üzərindən orada 100% hansısa bir nöqtədə kimsə nəyisə, nə bilim, nədəsə bir dənə səhv buraxır da, illa ki, yəni müştəri abyonu var, müştəri axını var. Yəni sektorunda da yəni, çox yorucudur. Yəni o hissə çox parçalardan ibarət olmaq çox yorucudur, belə deyim. Bir rəy belə bəzən nə qədər müştərini geri getməyinə səbəb ola bilir. Düşünmürəm, yəni o qədər də olmur, amma yəni təbii ki də, yəni bizim özümüzə xoş deyil. Yəni biz göz ardı eləmirik. Biz dərhal məsəl üçün bizə rəy yazdırsa, biz avtomatik o həmin müştərinə əlaqə keçirik ki, nədir problem, nə vaxt olub, necə olubdu, hansı saatda olubdu. Kamerada açılır, baxılır. Yəni sorun hardan qaynaqlanıb, onu araşdırırıq, üzərinə çalışırıq. Yəni əlimizdən gələni edirik ki, yəni belə deyək də, yəni həmişə çalışaq ki, pozitiv müştərilərimiz daha çox olsun. Yəni %100 dediyiniz kimi yəqin ki, mümkün olmamış. Mümkün deyil, yox, xeyr, mümkün deyil. Yəni yüksək, belə deyim, hər obyektdən söhbət getmir də. Yəni az müştəri qəbul edən məkanlar təbii ki, onu bacara bilər, amma yüksək sayda müştəri axını olan məkanlarda inanmıram ki, elə bir şey mümkün olsun. İndi fərqli sektorlarda biznesləriniz var. İndi məsələn otellə restoranı müqayisə etdiniz. Ümumiyyətlə ən rahat biznes hansıdır sizə görə müqayisədə və ən gəlirli hansıdır? Mən gəlirli olanı açıqlamaq istəmirəm, amma rahat olan hamısında belə deyək də əziyyət çəkmişik. Hamısı heç biri bizə asanlıqla, hansısa belə hazır pulla aldığımız sistem, hamısında özümüz sıfırdan əziyyət çəkib, özümüz sistem qurmuşuq. O illərin əziyyəti olub. Ən belə bəsit birinci başladığımız belə deyək də xırta-xırt biznesidir ki, onun belə sistemi neçə ildən sonra tam qura bildik. Neçə illərdən sonra tam qura bildik. Rahatçılığına qalsa hamısı eyni belə deyək də nə çətin deyil, nə rahat deyil. Otel sektoruna girməyinizdən danışaq. Dediniz ki, əslində restoranla müqayisə edəndə daha rahat sektordur. Orada nə vaxtdan başlamısınız? Nə qədər müddət? Orada bir ay ərzində Mahir bəy sağ olsun oteli tikdi, düzəltdi. Bu deməli avqust ayıydı deyəsən. Oturmuşdum, bir nəfər gəldi dedi ki, xəbəriniz var bu COP29 ərəfəsində otellərdə yer yoxdur. Yer yoxdur. Açdım Booking-ə, baxdım, gördüm ki, Bakıda qiymətləri qaldırıblar, nə bilim, gecəliyini 1000 evroya, 2000 evroya qoyublar. O sırada zəng gəldim ki, Mahir, otel açırıq, təcili olaraq bir ay açmaq lazımdır, həll etmək lazım. Bizim də məkan var idi, boş idi, prosta dururdu elə orada. 3-cü mərtəbə bizdə boş banket zalı idi. Restoranın 3-cü mərtəbəsi banket zalı idi. Ora çox istifadə olunmurdu. Biz elə həmin gün axşamı görüşdük, ağlımıza batdı. Ağlımıza batandan sonra səhər tezdən orada artıq söküntü işləri başlamışdı. Bir ayın içində, bir ay 15 gün. Bir ay 15 günə otel hazır oldu. Yəni bu düzdür, böyük bir otel deyil, 7 otaq. 7 otaqdır, amma yəni pis deyil də, yəni şəhərin mərkəzi üçün yaxşıdır. COP29-a da çatdırdıq, otel otaqlar da satdıq. Hal-hazırda da işləyir. Yəni bu dəqiqədə işləyir, yəni pis deyildi, yəni yeri. Xarici qonaqlar hamısı gəlirlər. Yaxşı ki başlamısınız da onda. O bir COP dönəmi, bir təkan olub. Onda belə başa düşürəm ki, siz ideyalarınız olanda Mahir bəyə artıq arxayınsınız ki, qısa müddətdə çatdıracaq. Məsələn, bir aya düşünərdiniz ki, otel hazır olmaz. Gecə vaxtı zəng vuranda düşünürəm ki, nəsə yeni bir layihə var. Götürməməyə çalışıram telefonu, amma mümkün deyil. Birdən deyər ki, gecə başlayaq, indi bir həftəyə nəyisə çatdırmaq lazımdır. Yox, amma götürürəm sonra, çünki səhərə qədər fikirləşib yatmamaqdansa eşidib düşünmək yaxşıdır ki, bunu necə eləyək.
Yəni kökün altına sözünüzü belə deyim də, yəni çox da məntiqsiz şeylər, təkliflər eləməməyə çalışıram da, yəni belə deyim də. Amma bilirəm ki, orada ayaq yeri var da, Mahir çatdıracaq. Yəni normal kim hansısa bir podraçı ilə danışsa, hansısa bir proqram danışsa, deyəcək ki, bu 4-5 aylıq iş var da. Mahir bilirəm ki, Mahir bu məsələn 20 gün, 30 günə çatdıracaq. Ona görə də Mahir təcil bunu eləmək lazımdır. Əslində biznes asan bir iş deyil. Bu məsələn kimsə biznes qurmağa çalışırsa, buna həmişə deyirlər ki, müəyyən bir həyat tərzini, müəyyən bir rejimi gözə almalısan. İndi 10 illik bir təcrübənizi nəzərə alsaq, nə deyərsiniz ki, yeni biznes qurmaq istəyən şəxslərə? Yəni əgər bir insan düşünürsə ki, şəxsi iş olacaq, istədiyi vaxt yatacaq, istədiyi vaxt duracaq, istədiyi günlərdə dincələcək, elə bir şey yoxdur, elə bir dünya yoxdur. Əgər başarılı olarsa, ki özümdən götürün, bizim özümüzdən də, yəni bizim üçün həftə sonudur, səhərdir, axşamdır, özəlliklə bayram günlərində hamı dincələndə biz işə odaqlanırıq. Çünki daha çox insanlar dincələndə onda daha çox pul xərcləyirlər. Biz də həmin dönəmlərdə nəsə eləməyə çalışırıq. Yəni belə deyim də, yəni o şəxsi işim olsun, azad olacağam deyə bir şey yoxdur. Yəni işin olacaq, şəxsi işin olacaqsa, hamıdan tez gedəcəksən də işə, hamıdan da gec gedəcəksən, altı bazarda işdə olacaqsan, yəni bu belə olur. Şəxsi həyat Arxa plana keçir. arxa plana keçmir sözsüz ki, amma iş rejimi çoxalır da. Kimdir düşünürsə ki, öz işimi qurum, daha az işləyim, daha çox pul qazanım, elə bir şey yoxdur. Əgər uğura gedən yol onsuz da əziyyətdən keçir də. Yəni o əziyyətləri çəkməsən sən heç vaxt o uğura gedib çata bilmərsən. Həm bir nöqtədən sonra dayanarsan ki, heç bir işlə məşğul olmaq istəmirəm. Yəni burada stop verirəm ki, bizdə hələ ki elə bir şey baş verməyib. Biz hər dəfə deyirik ki, dayı, bundan sonra heç bir iş görməyəcəyik. Axırıncı Oturursun və biraz rahat olaq. Deyirəm məsələn. İndi amma elə hər dəfə ayırırıq ki, yəni bu gün davam eləməsə, ən azından əlimizdəki işləri tamamlamaq üçün yəni bir 6-7 ay hələ işləməliyik yəni ən azından. bu ilin axırına qədər. Ən azından. Yorulduğunuz dönəm olmur, yəni? Çox olur. Çox olur. Bəs bu motivasiya nə olur əsas onda? O işin nəticəsi yoxsa ya kimsə bir nəfər digərini artıq işə qaytarır? Bilirsiniz o yorğunçuluqlar həmişə olur, yorulmaq olur, amma o belə deyək də, o nəticəyə gəlib çatandan sonra, misal üçün Xəzri bizə yaxşı bir nəticə sayılır da. Çünki oradakı nəticəni görəndən sonra, yəni söhbət maddiyyatdan getmir. Orada gələnlər hamı belə deyək, bəyənməyi, ora qonaqların gəlməyi ümumiyyətcə. O nəticələri görəndən sonra o əziyyət yaddan çıxır. O əziyyətin ağırlığı istirahət kimi gəlir. Yəni o nəticə əsas yaxşı olandan sonra. 10 il ərzində bir ondan çox biznesiniz artıq uğurlu alınıb davam edir. Növbəti 10 il üçün hansı hədəfləriniz var? Məsələn, bəlkə bir 10 ildən sonraki bir müsahibə etsək, sizcə o müsahibədə nələr ola bilər? Nələrdən danışa bilərik sizin biznes həyatınızla bağlı? Belə deyim də, biz məsəl üçün Avropa inteqrasiya eləməyə çalışırıq sözünüzü ki, Hollandiyada bu dəqiqə üçün şirkət qurmuşuq. İstəyərəm ki, oradakı qolumuz bizim belə deyək də, yəni fundamental nöqtədə şəkildə bir genişlənsin və daha bir qlobal bir şirkətə sözünüzsə adam bilmir nəyə görə edirsən, niyə deyək də, yəni ehtiyac varmı, dəyərmi, dəyməzmi bilmirəm. Amma bir tərəfdən də biraz hırs kimi yaranıb artıq. Adam elə gəldikcə şey deyirik, yəni dalınca Nəsə edin? Məsəl üçün, mən deyim, şimdi də deyirəm, yəni o zamanında deyir babalarımız ki, falan vaxtı mən falan şərait düşmüşdü, eləmədim. Biz o sözü deyə bilməyəcəyik. Biz bir dənə də şəraiti qaçırmamışıq. Yəni harda bir fürsət olsa dalınca getmişik, yəni. Yəni ən azından peşman olmayacaqsınız. Yəni 10 ildən sonra belə deyək də, bundan çox şeyimiz də ola bilər və yaxud da ki, heç bir şeyimiz də olmaya bilər. Əsas belə deyək, o dostluğumuz qalsın, o şərikliyimiz qalsın. Bir yerdə yenə nəsə bir şey fikirləşib eləyərik. İnşallah. Amma yəqin ki, hədəfləriniz, o fürsətlər olduqca yəqin ki, dəyərləndirəcəksiniz. O özü bir yerlərə yəqin ki, gətirib çıxarır. Gücümüz nə qədər çatırsa yəqin ki, gedirik. Harda dayanarıq. Çox sağ olun. Hər ikinizə təşəkkür edirəm. Bilirəm ki, bu yeni iş dönəmlərində gərgin rejiminiz olur. Xoş oldu sizlə həm söhbət olmaq. İnşallah növbəti 10 il ərzində də daha böyük uğurlarınızı görərik. Yəni xaricdəki bizneslərinizdən danışarsınız. İnşallah. Çox sağ olun, inşallah. Sağ olun. Çox sağ olun. Sağ olun.